May ayının ilk bazar ertəsi bütün dünyanın gözü bu hadisədə olur. Met Gala kimi bildiyimiz bu hadisə 20 ilə yaxındakı pop mədəniyyətinin ən vacib hadisələrindən biri hesab olunur. Met Gala'nın tarixi, əhəmiyyəti və inkişafı barədə keçən il ətraflı danışmışdım. Həmin videoya buralardan bir yerlərdən keçid edə bilərsiniz. Amma qısaca xatırlatmalı olsam, bu tədbirin keçirilməsinin əsas məqsədi xeyriyyətçilik olub. Daha doğrusu elə başlayıb. Lakin hazırda bu tədbir xeyriyyə tədbiri kimi keçirilməyə davam etsə də, məqsədinin sərhədlərini çoxdan keçib. Artıq Met Gala sevdiyimiz məşhurların müəyyən konseptlərə uyğun olaraq ən yaxşı fərdi dizaynları geyinib, qırmızı xalçada süzüldükləri bir yerə çevrilib. Bu tədbiri kiçik xeyriyyə tədbirindən bütün dünyanın diqqət mərkəzində olan hadisəyə çevirən şəxs isə Vogue jurnalının qlobal direktoru Anna Wintour oldu. Anna 1999-cu ildən etibarən Met Gala'ya əl gəzdirməyə başladı və Vogue jurnalına gətirdiyi köklü dəyişiklikləri burada tətbiq etməyə qərar verdi. Bilənlər bilir ki, Met Gala'da dəvətlilərin siyahısından dekorlara qədər hər bir şeydə Anna'nın fikri əsas götürülür. Onun bu radikal, amma eyni zamanda qətiyyətli xarakteri hazırda Vogue jurnalının və Met Gala'nın keyfiyyətini stabil saxlamağa imkan verir. Galada hər il müəyyən bir məzmun əsas götürülür və ora gələn dəvətlilər də buna uyğun geyinməlidirlər. Brendlər geyindirəcəkləri məşhurlarla razılaşdıqdan sonra bu məzmuna ən uyğun dizaynlarla sözün əsl mənasında xalça üzərində yarış başlayır. Bu ilki mövzu isə Superfine Tailoring Black Style adlanırdı. Yəni qaradərililərin tərzində dərzilik. Dress code isə sənin üçün tikilmiş idi. Met Gala tarixində ilk dəfə idi ki, qaradərililər üçün xüsusi konsept seçilmişdi. Bunun başlıca səbəbi Vogue jurnalında uzun illər fəaliyyət göstərmiş Andre Leon Taylor idi. Taylor Anna Wintour'la yaxın dost idi, lakin ara-ara fikir ayrılıqları da yaşayırdılar. Bu şəxsiyyət ümumiyyətlə istər geyim tərzi, istərsə də xarakteri ilə Amerikan moda dünyasında iz qoymuş insanlardan biridir. Tutduğu bu əhəmiyyətli yeri təəssüf ki, 2022-ci ildə tərk etməli oldu və Taylor bu dünyadan köçdü. Geridə isə Anna'nın ürəyindəki təəssüratlar və vəfa borcu qalmışdı. Bu səbəbdən Anna bu ilki Met Gala'nı Taylor'ın xatirəsini yad etmək üçün belə seçdi. Lakin sadəcə Taylor'ın deyil, ümumilikdə qaradərililərin modaya yön verdiyini əsla inkar etmək olmaz. Bugün ağdərililərin trend kimi geyindikləri parçaların bir çoxu ilk başda qaradərililər tərəfindən edilib, daha sonra ağdərililər bunun diqqət çəkdiyini fərqinə vararaq onları öz geyimlərinə tətbiq etməyə başlayıblar. Çox öncələr qaradərili sənətçilər bugünkü məşhur brendlərin dizaynlarını geyinə bilməzdilər. Sırf qaradərili olduqları üçün onlara həmin geyimlər satılmırdı. Daha sonra bu sənətçilər kifayət qədər tanınmağa başladı və brendlər də bundan istifadə etmək şansını qaçıra bilməzdilər təbii ki. Ona görə də başladılar qaradərili sənətçilərlə əməkdaşlıq etməyə. Gördüyünüz kimi qaradərili insanlar adicə geyimlər üzərində belə mübarizə aparmalı olublar. Yəni ödənişini etdikləri halda sırf dərilərinin rəngindən ötürü dizayner geyimləri onlara layiq görülməyib. Belə bir vəziyyət qarşısında hələ bir köləlik keçmişi də olan qaradərililər geyimlərində mübarizə forması və bir dirəniş kimi istifadə etməyə başladılar. Buna görə də çox vaxt qaradərililərin daha iddialı, daha rəngarəng və qarışıq geyindiyini görmək olur. Biz bunu daha çox hip-hop mədəniyyətinin nümayəndələrində görürük. Məsələn, qaradərili rep sənətçilərinin dişlərindən tutmuş, barmağındakı üzüklərə qədər brilliantlarla dolu olur. Daha absurd və diqqət çəkən parçalara üstünlük verirlər. Çox vaxt onların bu imicləri maksimalist olduğu üçün bəyənilmir. Lakin bu onlar üçün bir özünü ifadə formasıdır. Biz sıfırdan gəlib öz pulumuzla belə brilliantlar almışıq. Üstümüzdə Gucci, Prada və sair var. Tipli, mahnı sözlərində də əslində nəzərdə tutduqları şey budur. Hər zaman ayrı seçkiliyə məruz qalan qaradərili obraz öz zəhməti ilə ulduza çevrilir və vitrində gördüyü hər şeyi alır. Bəsit bir psixoloji hal kimi bunu anlamaq çox asandır. Hər zaman aşağılanan, zorakılığa və ya diskriminasiyaya məruz qalan fərdlər müxtəlif formalarda öz mübarizələrini ifadə etməyə ehtiyac duyur və geyim tərzi də onlardan biridir. Anna'nın belə bir konseptdə üst tutmasının digər səbəbi də bir növ jurnalın imicini təmizləmək idi. Vogue jurnalı daha əvvəllər qaradərili işçilərinə qarşı irqçilik etdiyinə görə və üz qabığına çox az sayda qaradərili model çıxardığına görə qınanılmışdı. Bütün bunlardan sonra Anna üzr istəmiş, keçmişdə çoxlu səhvlər etdik. Onların hamısının məsuliyyətini götürürəm demişdi. George Floyd hadisələrindən sonra başlayan həssaslıq müasir dövrümüzdə daha da yüksək səviyyəyə çatdı. Bu səbəbdən Anna da bu dəfəki konsepti qaradərillərə həsr edərək bir növ öz səhvlərini düzəltməyə çalışdı. Bu dəfəki Met Gala'dan sonra biz dandy kəlməsini hər yerdə eşitməyə başladıq. Bəs nədir bu dandy? Dandy yaxşı geyinməyi bir disiplin formasına gətirmiş, onu həyat fəlsəfəsinə çevirmiş şəxslərə deyilir. Bu şəxslərin qarderobunda mütləq yaxşı əl işi olan bir kostyum olmalıdır. Çünki dərzilik onlar üçün çox vacibdir. İddialı aksesuarlarla tamamlanan bu tərz çox yönlüdür. Klassikanı və müasirliyi sintezləməyə imkan verir. Danışdıqlarımızdan belə bir nəticəyə gəlirik ki, bu ilki Met Gala'da qaradərililərin çoxillik mədəniyyətinin təsviri, dərzilik və xüsusilə də kişi geyimləri ön plana çıxarılacaq. İndi bir-bir bütün dəvətlilərin bunu necə bacardığına baxaq. Əvvəlcə başlayaq ev sahiblərindən. Bu ilki Met Gala'nın ev sahibləri A$AP Rocky,
Pharrell, Coleman Domingo və Lewis Hamilton idilər. Gördüyümüz kimi hamısı qaradərli nümayəndələri olub, öz sahələrinin ən yaxşı təmsilçiləridir. Pharrell nisbətən sadəliyə getmiş, kişi geyimləri üzrə kreativ direktor olduğu Louis Vuitton brendindən geyinmişdi. Bu lookun ulduzu 400 saatda hazırlanan pencə idi. Bu pencəyin üzərində düz 15.000 mirvari var. Pharrellin looku sadə olduğu üçün çox da bəyənilmədi. Lakin bu məsələ eyni zamanda şəxsi seçimlə də əlaqəlidir. Pharrell hazırda qaradərli mədəniyyətin ən önəmli təmsilçilərindən biridir. Çünki sıfırdan gəlib Louis Vuitton kimi lüks bir brendin kreativ direktoru olmaq kifayət qədər yaradıcılıq tələb edir və onsuz da Pharrell bunu illərdir istər musiqisində, istərsə də sahib olduğu brendlər və dizaynları ilə sübut edir. Bu səbəbdən o artıq lüks brendin gətirdiyi sadə, lakin keyfiyyətli sakitliyi üzərində daşıyırdı. Lewis Hamilton bu ilki qalanın ən bəyənilən isimlərindən biri oldu. Lewis qaradərililərin Formula 1 sahəsindəki ən önəmli, daha doğrusu ən göz önündə nümayəndəsidir. Son zamanlarda onsuz da lookları ilə kifayət qədər bəyəni toplamışdı. Bu dəfə Wells Banner brendindən geyinən Lewis bu look üçün 3 ay araşdırma edib, 2 ay isə hazırlanma prosesinə sərf olunub. Tamamilə süd rəngində olan kostyumunu aksesuarları ilə hərəkətləndirib. Eyni zamanda belindəki qurşağından da Afrika mədəniyyəti üçün qoruyucu tilsim rolunu oynayan dəniz qabıqları asılmışdı. Yəni həm dress koda uyğun, həm də özünə məxsus olması onu gecənin ulduzlarından birinə çevirdi. Tədbirin digər ev sahibi Coleman Domingo isə Valentino'ya üstünlük vermişdi. Gecənin ilk yarısına qədər geyindiyi lookda Andre Leon Tellinin xatirəsinə istinad edərək onun 2011-ci ildə Met Gala'da geyindiyi mavi rəngli üst geyimdə göründü. Bu lookun üzərində parıltılı və diqqət çəkən önlük və göstərişli aksesuarlar var idi. İçərisinə isə sadə ağ-qara look geyinmişdi. Aktyor gecənin ikinci yarısında bol teksturanı ön plana çıxaran kostyum şalvarı keçid etdi və gəldiyi qaradərili mədəniyyətini ən yüksəyə daşıyan ikonlardan birinə, yəni A$AP Rocky'yə. A$AP öz geyim brendi olan Vogue-dan geyinmiş və üzərindəki hər şeyi özü dizayn etmişdi. Bu lookda maraqlı bir detal var idi. Belə ki, A$AP bir neçə ay əvvəl A$AP icmasından A$AP Relini silahla yaralamaq şübhəsi ilə günahlandırılmışdı. Ən sonunda təqsirsiz hesab edilən A$AP bu hadisəyə istinad olaraq sapı tapança formasında olan bir çətir detalından istifadə etmişdi ki, bu da əslində o qədər müsbət qarşılanmadı. A$AP-dən danışmışkən çox sürətlə Rihanna'ya keçid etsək pis olmaz. Bu dəfəki Met Gala'da Rihanna'nın lookundan daha önəmli bir şey var idisə, bu da onun 3-cü dəfə ana olacağını elan etməsi idi. A$AP-lə 2 uşaqları olan Rihanna müxtəlif eventlərdə hamiləliyini açıqlamağa alışıb. Daha öncə də ikinci hamiləliyini Super Bowl səhnəsində açıqlamışdı. Marc Jacobs imzalı dizaynı tamamilə konseptə uyğun gəlirdi. Marc Jacobsdan geyinən digər bir məşhur da Doja Cat oldu. Doja daha çox 80-ci illərdən ilhamlanmışdı və bu dövrün stil elementlərini, məsələn afro saçı və böyük çiyinləri ortaya çıxarmışdı. Biraz da gecənin daha çox ağılda qalan looklarına baxaq. Burada ilk növbədə çiyinlərində piano daşıyan Andre 3000'ı görəcəyik. Bu piano özündə müxtəlif mənaları daşıyırdı. Birinci istinad Seven Piano Stretches adlı instrumental layihənin üzqabığına idi. Met Gala'nın mavi xalçası üzərində yeriyərkən yayımlanan layihə təxminən 10 il bundan əvvəl səs yazması edilmiş demoların birləşməsidir. Digər tərəfdən isə dinləyicilər Andre'nin pianonu öz çiyinlərində daşımasını bir növ musiqini öz çiyinlərində daşımaq və onu layiqincə yaşatmaq mənasına gəldiyini düşünürdülər. Andre'nin əlində bir də zibil paketi var idi. Hansı ki bu paket özü də müzakirə yaratdı və insanlar bunun səbəbini tam olaraq anlaya bilmədilər. Fikirlərdən biri budur ki, Andre burada musiqi industriyasının indiki vəziyyətinə göndərmə etmiş ola bilər və yaxud da qaradərililərin qədim zamanlarda çanta belə ala bilməyəcəyi qədər yoxsul olduqlarında öz əşyalarını zibil paketlərində daşımasına istinad edilmiş ola bilər. Digər bir maraqlı look isə Jenna Ortega'dan gəldi. Jenna bütünlüklə metal xəttkeşlərdən hazırlanmış Balmain brendindən olan libasda idi. Bu libasdakı xəttkeşlər ilk başda qeyd etdiyimiz dərzilik konseptinə bir göndərmədir. Keçən ilki Met Gala'ya damğa vuran bir xanım var idi. Hansı ki bu xanım hərəkətli kəpənəkləri ilə göz oxşuyurdu. Lakin o bizim tanıdığımız məşhurlar sırasında deyildi. Mona Patel adlı xanım bu ilki Met Gala'da da göz qamaşdırdı və yenə texnologiya və modanı birləşdirən bir look hazırladı. Lookun əsas detalları onurğa formasındakı hərəkətli çiyin aksesuarı, 3 ölçülü papağı və robot iti idi. Lookun əsas hissəsi olan kostyum isə Thom Browne brendindən idi. Mona Hindistanda böyümüş sahibkar və xeyriyyətçidir. Müsahibələrindən birində Hindistanda böyüyərkən iki sahəyə, yəni moda və texnologiyaya xüsusi marağının olduğunu, lakin bir gün bu maraqlarını birləşdirib Met Gala xalçasında nümayiş etdirəcəyini heç ağlına gətirmədiyini demişdi. Konseptə bağlılığına görə ən çox bəyənilənlərdən biri də Jenny oldu. Jenny təbii ki Chanel geyinmişdi ki, onsuz da Jenny'nin nümayiş etdirdiyi obraz Chanel daşımaq üçün ona imkan verir. Son olaraq keçək biraz da bəyənilməyənlərə. Onların başında Hailey Bieber gəlir. Hailey Gala üçün siması olduğu Yves Saint Laurent brendindən pencəyi libas geyinmişdi. Hansı ki onun bəyənilməməsi
və səbəblərindən başlıcası da elə bu idi. İnsanlar düşünür ki, Hailey onsuz da gündəlik həyatda da belə geyimlərdə görünür. Met Gala üçün daha xüsusi bir şeylər seçə bilərdi. Əlavə olaraq ayaqqabıları da xüsusilə tənqid edildi. İkinci olaraq Hailey'nin yaxın dostu Kendall gəlir. Geyim 1920-lərin Harlem mühitindən ilhamlanaraq dizayn edilib. Lookun bəyənilməmə səbəbləri kimi isə çox sadə olması, qaradərili mədəniyyətini açıq şəkildə əks etdirməməsi göstərilir. Daha sonra Kylie Jenner'la davam edək. Bu lookun bəyənilməmə səbəbi isə lookdakı hər şeyin çox qarışıq detallarla dolu olması idi. Eyni zamanda Kylie'nin dolğularını çıxartdırdıqdan sonra üzünün aldığı halda trend oldu. Bu görüntü bir növ niyə gənc yaşlardan üzümüzə toxunmamalıyıq sualına cavab ola bilər. Təəssüf ki, bütün dəvətlilər haqqında danışa bilmirəm, yoxsa video sonsuza qədər davam edər. Mənim danışa bilmədiklərimi isə siz şərhlərdə yaza bilərsiniz. Sizcə ən yaxşı və konseptə ən uyğun kim geyinmişdi? Video xoşunuza gəldisə bəyənib kanala abunə olmağı, eyni zamanda məni digər platformalarda izləməyi də unutmayın.